Salam dostlar, bu günləri mən sizə bəzi maraqlı indekslərdən danışacağam. Belə ki, bu indekslər deməli iqtisadiyyatda klassik göstəricilərlə yanaşı qeyri-rəsmi, lakin davranışlara əsaslanan maraqlı indekslərdir. Bu indekslər bəzən zarafat kimi səslənsə də, deyilsə də, əslində insanların tüketim, sonra əhval-ruhiyyə, inam kimi səviyyələrini ölçməkdə istifadə olunur. Həmin bax bu indi adını çəkəcəyim, danışacağım indekslər. Bu indekslərin biri mən sizə bir dəfə paylaşımda göstərmişdim, demişdim, kişi alt paltarı indeksidir. İlk dəfə olaraq Allen Greenspan tərəfindən qeyri-rəsmi iqtisadi göstərici olaraq bu təklif olunmuşdu. Müəyyən edilmişdi, müşahidə edilmişdi ki, iqtisadi sabitlik zamanı kişi alt paltarında artım müşahidə olunur. Amma böhranlar dövründə kişi alt paltarının satışı azalır. Bəzən yarı ciddi, yarı zarafat belə bir söhbət eləyirlər ki, Allen Greenspan dönəmin Federal Ehtiyatlar Sistemi, Amerika Birləşmiş Ştatları Mərkəzi Bankının sədri idi. Bəzən belə bir zarafatda deyirlər ki, kişi alt paltarının satışına baxıb uçot faiz dərəcələrini müəyyənləşdirirlər. Aşağı yuxarı buna bənzər bir qadın alt paltarı geyimi məsələsi də var. Elə təxminən eyni deməli indeksdir. Eyni indeks. Qadınlarda da elə vəziyyətdir. Növbəti indekslərdən biri də ətək uzunluğu indeksidir. Yəni qısa yubka deyək də belə indeksi. İlk dəfə olaraq bu da 20-ci ildə iqtisadçı George Taylor tərəfindən irəli sürülmüşdü. Hipotezə görə iqtisadi artım dövründə qadınların geyimlərində ətəklər qısalır, durğunluq zamanı isə uzanır. Yəni insanlar özlərini daha xoşbəxt, daha gəlirli hiss eləyəndə, qadınlar özəlliklə ətək geyimlərini qısaldırlar. Tam tərsi olanda isə uzanır. Yəni psixolojik olaraq deməli daha qeyri deməli real vəziyyətlərində olurlar və beləliklə də geyimləri də uzanmış olur. Sonra başqa bir indeksin adı da Pomada indeksidir. Pomada indeksi bu da ilk dəfə Leonard deməli Lauder tərəfindən ilk dəfə olaraq təklif olunubdur. 2001-ci ildə iqtisadi tənəzzül zamanı müşahidə olunmuş bir indeksdir. Müşahidə ediblər ki, böhran vaxtı insanlar böyük alış-verişlərdən qaçırlar, lakin kiçik lüks məhsullara, məsələn, pomadaya daha çox yönəlirlər. Bu, bəzən aşağı büdcəli özünü təsdiqləmə davranışı da adlandırılır iqtisadiyyatda. Pomada satışlarının artması qadınları iqtisadi çətinlik zamanı daha çox paltar, bahalı paltar, qızıl zinət əşyaları almaqdan çəkindirir, imkanları olmur onu almağa və daha çox pomadaya üstünlük verib qrimlə öz psixolojik vəziyyətlərini düzəltməyə çalışırlar, təsdiq eləməyə çalışırlar. Təbii ki, bu indekslər rəsmi statistik elmi əsaslı indekslər olmasa da faydalı deməli bir tədqiqatdır, maraqlı tədqiqatlar mövzusudur, necə deyərlər. Bu bir siqnal verir də insanların davranışı haqqında, psixolojik vəziyyətləri haqqında. Növbəti indekslərdən biri ətək şalvar indeksidir. Bəzən görürsən ki, bu indekslər bir-birinə hətta zidd də gəlir. Paradoks kimi də görsənir. Çünki bir indeksdə qısa yubqa deməli iqtisadi vəziyyətin, sosial vəziyyətin yaxşılığını göstərir. Bir indeksdə görsən ki, tərsinə. Məsələn, bu ətək şalvar indeksində
e, deməli iqtisadi aktivliyin artdığı dövrdə qadınlar daha çox şalvar geyindiyi müşahidə olunur. Bu elə bir ki, ofis mühiti ilə əlaqəlidir. İnsanlar daha çox gedir ofisdə, qadınlar ofisdə işləməyə üstünlük verirlər və bu da daha çox şalvar, deməli, daha çox şalvar geyindiyi müşahidə olunur. Amma ətək geyimləri isə daha çox sosial əyləncə yönümlü həyat tərzinin göstəricisi olduğuna görə bax belə bir tərs paradoks ortalığa çıxır. Sonra hündürdaban ayaqqabı indeksi də var. Hündürdabanlı ayaqqabı satışı deməli bəzi dövrlərdə istehlakçının özünə inamını təsdiqləyir, göstəricisi kimi təhlil olunur. Bəzən iqtisadi tənəzzül zamanı deməli tam tərsi, deməli necə olub? İqtisadi tənəzzül dövründə hündürdaban ayaqqabılarının satışı artıbdır. Deməli qadınlar elə bir ki, psixolojik olaraq qeyri-sabitlik dövründə özlərini daha baxımlı göstərmək üçün belə hündürdabanlı ayaqqabılara üstünlük verirlər. Sonra növbəti indekslərdən biri də deməli kişi saqqalı indeksidir. Aşağı-yuxarı buna bənzər məsələlərdir. Tıraş məhsullarına tələb azalanda, işsizlik çoxalanda tıraş məhsullarına olan tələb azalır və insanlar deməli daha çox psixolojik vəziyyətlərinin səbəbindən gedib həmin məhsulları almırlar. Yəni iş yoxdursa, saqqalı tıraş eləməyə gərək yoxdur məsələsi kimi. Saqqal artıbsa, deməli kişi dünyadan küsübdür. Sonra quru təmizləmə indeksi deyilən bir dənə də indeks var. İqtisadi zəifləmə zamanı kostyum və buna bənzər palto və s. buna bənzər geyimlərin belə deyək də cəmaət arasında deyilən bu ximiçiska sözü ki var, kimyəvi təmizləməyə getmə meylləri azalır. Çünki tənəzzül dövründə insanlar daha az kostyum, daha az deməli dəbdəbəli paltarlar geyinirlər və bu da az geyinəndə də quru təmizləməyə az müraciət olunur. Belə.